Deputat Ceyhun Məmmədov işsizliklə bağlı bir açıqlama verib. O deyib ki, insanlar işləmək istəmir, işləmək istəyən üçün həmişə iş var. Məsələ bundadır ki, əziz dostlar, bu sözü çox adam deyə bilər, çox məmur deyə bilər, amma millət vəkili deməz, deməməlidir. Hərçənd ki, mən onları parlamentdə oturanları millət vəkili hesab etmirəm, onlar elə deputatdırlar. Amma bütün halda bir şəxs özünə millət vəkili deyirsə, belə bir açıqlama verə bilməz. Maraqlıdır, cənab deputat, hardadır o iş yerləri? Hardadır o gözəl iş yerləri ki, işsizlərin xəbəri yoxdur? Məsələn, 10 belə iş yerinin adını çəkə bilərmi deputatımız? 10 iş yeri adı çəksin, 8 saatlıq iş olsun və normalda maaş. Hardadır o iş yerləri? Hörmətli deputatlar, kimlərin vəkili siz bilmirəm, amma dəqiq millətin vəkili deyilsiniz.